Bəli, biz hazırda Urban Expo sərgisində yerləşən Azərbaycan pavilyonundayıq və bugün burada Bakının baş planı ilə bağlı məsələlər müzakirə olunacaq və hazırda isə yanımda tədbirin ekspertlərindən biri var. O deməli bizə bugün tədbir haqqında daha ətraflı məlumat verəcək. Chris Tortu, Foster Partners şirkətinin dayanıqlıq üzrə rəhbəridir. İlk sualımızı ünvanlayaq. Welcome to Azerbaijan. What can you say about today's event and what are the expectations? Well, it's nice to be here, so I'm very glad to be here. I'm certainly hoping that today's event will shed some good light on how different countries and there can be different understanding between different experiences throughout the world. How everybody can enrich the proposals going forward for cities and how we can learn from each other. And I think that's the main objective of this panel this morning. Thank you. Bəli, gördüyünüz kimi tədbir axarı ilə davam edir və o bizə burada olmaqdan çox məmnun olduğunu bildirdi və şad olduğunu bildirdi. Ümid edirəm ki, bugünkü tədbir müxtəlif ölkələrin təcrübələrinə işıq salacaq, dünyanın fərqli yerlərindəki yanaşmaların daha yaxşı anlaşılmasına imkan yaradacaq. Həmçinin bildirdi ki, şəhərlərin gələcək inkişafı ilə bağlı təkliflərin necə zənginləşdirilə biləcəyini və bir-birimizdən necə öyrənə biləcəyimizi bugün burada öyrənəcəyik və göstərəcəyik və deyir ki, düşünürəm ki, bu səhər keçirilən panelin əsas məqsədi də məhz elə budur. Birlikdə gələcək şəhərlərin necə qurulması ilə bağlı. Bəli, gördüyünüz kimi tədbir hələ də davam edir. Qarşıdakı buraxılışlarda tədbirlə bağlı, Bakının baş planı ilə bağlı hansı məsələlər müzakirə edildi, hansı nəticələrə gəlindi, bununla bağlı daha ətraflı məlumatlar verəcəyik